Hoş geldiniz Maya Hanım. İfası hazırlansın. Çok sağ olun Rəvan Bey. Mən də sizə minnətdaram. Bugünkü günü bizə bəxş elədiniz. Əsas bizim bu gözəl, əziz şəhid analarımız. Var olun sizə. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Ruhları şad olsun. Qazilərimizə can sağlığı versin. Baş əyirəm qarşınızda. Gəlin, gür alqışlar gəlsin. Xahiş eləyirəm bu gözəl şəhid analarımıza. Və bizim ulu öndərin 103 illiyinə bu gözəl, möhtəşəm, gözəl bir mərasim təşkil etmişsiniz. Sizi Rəvan Bəy, Nahid Bəy, sizə bol-bol uğurlar arzulayıram. Siz bu müqəddəs səhnəyə Azərbaycanımızın hər, necə deyim, bölgəsindən, sənətindən asılı olmayaraq, doğrudan da dəyər verməli olmaq lazım olan insanlara dəyər verib, bu səhnəyə, bu müqəddəs səhnəyə çıxarıb tanıtdırırsınız. Bu müqəddəs işdir. Sizə daim işlərinizdə uğurlar arzulayırıq. Bol-bol şansınız daim açıq olsun və eşq olsun. Daim yaşasın Azərbaycan xalqı. Ulu öndərimiz Allahdan rəhmət diləyirik. Var olsun Azərbaycan və gəlsin mahnımız. Çox sağ olun. Mələklər əl çəkibdi yurdumun torpağına, bağçasına, bağına, dərəsinə, dağına. Sinəsinə bəzəyi Tanrı özü veribdi, saçlarını oxşayıb boşa hörürdü. Sinəsinə bəzəyi Tanrı özü veribdi, saçlarını oxşayıb boşa hörürdü. Birine kür deyibdi, Xəzərimdi yatağı, nuruyla şəfəqlənir Azərbaycan torpağı. Birine kür deyibdi, Xəzərimdi yatağı, nuruyla şəfəqlənir Azərbaycan. Bize salam getirir Türk erenlerinden, Borsalının qəhrama sinə gələnlərindən. Bize salam getirir Türk erenlerinden, Borsalının qəhrama sinə gələnlərindən. Qoşa hörüklərindən biri isə Arazdır. Talih onun adına ayrılıq hökmü yazdı. Dərdlər qalaq-qalaqdır onun can otağında, ruhu pərvaz eylərir Xəzərin quşağında. Dərdlər qalaq-qalaqdır onun can otağında, ruhu pərvaz eylərir Xəzərin quşağında. Bəzən onun adına Ağrı çayı deyirlər, ayrılığın çəpəri həsrət payı deyirlər. Bəzən onun adına Ağrı çayı deyirlər, ayrılığın çəpəri həsrət payı deyirlər. Çox yarıbdı köksünü qanlı qadalı illər, əttillərdən boylanır həsrət qoxulu güllər. Çox yarıbdı köksünü qanlı qadalı illər,
boylanır, həsrət yoxur günlər. Kürək bağrına basır, çağlayanda, coşanda, sarmaşıq denk sarılır, öpür su qovuşanda. Kürək bağrına basır, çağlayanda, coşanda, sarmaşıq denk sarılır, öpür su qovuşanda. Tanrıdan nemət onlar, okup torpağa çalar, ne güzel yaraşırlar yurdum Azerbaycan'a. Tanrıdan nemət onlar, okup torpağa çalar, ne güzel yaraşırlar yurdum Azerbaycan'a. Hörüktek yaraşırlar bizim Azerbaycan'a, hörüktek yaraşırlar bizim Azerbaycan'a. Çox sağ olun, var olun və bu mahnının müəllifi bizim tərəqqi medallı, vətənpərvər, titulları saymaqla bitməyən Nəsibə İsrəfil qızına aiddir və musiqisi özümə aiddir. Var olun, bir daha uğurlar. Teşekkür ederim Maya xanım. Bir xatirə fotosu çəkdirək.